Sual 48. X hansı maddələr ola bilər? Bizə bir qrafik verilmiş. Qrafikdə biz görürük ki, X-in həll olması təzyiqlə düz asılıdır. Onda belə çıxır ki, X qaz halındadır. Niyə? Çünki qazların həll olması təzyiqlə düz asılıdır. Yəni düzgün cavabımız olacaq 1 və 3. Çünki bu iki maddə qazdır. Bu iki maddə isə bərkdir. Sual 49. X hansı maddələr ola bilər? Qrafikə diqqət edək. X-in həll olmasının təzyiqdən asılı olmadığı görünür. Onda belə çıxır ki, X bərk maddədir. Çünki bərk maddənin həll olması bərk maddənin həll olması təzyiqdən asılı deyildi. Ona görə düzgün cavabımız 2 və 5 olacaq. Sual 50. Nə doğrudur? Həll olma əmsalı temperaturun asılı olaraq dəyişir. Bəli, doğrudur. Bərk maddənin həll olmasına temperatur müsbət, qazların həll olmasına temperatur mənfi təsir edirdi. Temperaturun artması ilə qazların suda həll olması artır, yanlış fikir idi. Təzyiq artdıqda qazların suda həll olması artır, bu doğru fikir idi. Həll olma əmsalı qram bölünsün moldur, bu da yanlış fikirdir. Niyə? Çünki həll olma əmsalının düsturu belədir. KH bərabərdir. M həll edici bölünsün V həll, daha doğrusu M həll olan bölünsün V həll edici vurulsun 1000. Biz də buradan görürük ki, M-in vahidi qramdır, həcmin də vahidi litrdir. Onda həll olma əmsalının vahidi qram bölünsün litr olar. Qram bölünsün mol yox. Sual 51. Nə doğru deyil? Həll olma əmsalı temperatur asılı olaraq dəyişir. Bu doğru ifadədir. Ona görə bunu götürə bilmərəm. Temperaturun artması ilə qazların həll olma əmsalı artır. Bu yanlış bir şeydir. Azalır və əslində. Ona görə bunu götürəcəm. Çünki mən yanlış axtarıram. Bərk maddənin suda həll olması təzyiqdən asılı deyil. Bu da doğru fikirdir. Götürə bilmərəm. Həll olma əmsalının vahidi qram bölünsün moldur. Yanlış fikirdir. Əslində qram bölünsün litr olmalıydı. Sual 52. Qida sənayesində məhlullar geniş istifadə olunur. Məsələn, kofe hazırlanarkən şəkərin suya əlavə edilməsi ilə şəkərli kofe əmələ gəlir. Bu zaman su molekulları şəkər molekulları ilə qarşılıqlı təsir olaraq məhlul əmələ gətirir. Şəkərin suda həll olması bir sıra amillərdən, o cümlədən temperaturdan asılıdır. 20 dərəcə Selsidə suda hazırlanmış 200 qram sudan istifadə etməklə hazırlanmış doymuş məhlul 50 dərəcə Selsiyədək qızdırılmışdır. Əla cümlədir bu cümlə. Deməli, 20 dərəcə Selsidə suda hazırlanmış 200 qram sudan istifadə etməklə hazırlanmış doymuş məhlul 50 dərəcə Selsiyədək qızdırılmışdır. Yenidən doymuş məhlulu almaq üçün minimum neçə qram həll olan maddə əlavə olunmalıdır. Dəyərli dostlar, bizim qrafikimizdə nə verib? 20 dərəcə Selsidə həll olma əmsalı 400-dür. Yəni 20 dərəcə Selsidə baxın 1000 qram suda 400 qram kofe həll edirlər. Amma mənim 200 qram su varımdır. Bəs 200 qram suda nə qədər həll ediblər bu kofedən? X. X də buradan bərabər olacaq. X neçə olacaq buradan? Deməli, 200 vuracaq 4-cə böləcəyik 1000-ə. Bu da eləyəcək bizim üçün neçə eləyəcək? 80 eləyəcək. X tapdıq 80. Sonra 50 dərəcə Selsiyə qalxanda fikir verin, olub həll olma əmsalı 400. Bu nə deməkdir? Yəni, hər 1000 qram suda 700 qram oldu. 700 qram kofe həll eləyə bilərik. Amma mənim 200 qram cəmi su varımdır. Bəs 200 qram suda nə qədər həll eləyə bilərəm? Y qədər. Y də buradan bərabər oldu 140. Deməli, əvvəlcə 200 qram su varım idi və orada da 80 qram kofe həll eləmişdim. Sonra 20 dərəcə Selsiyə temperaturu idi bu. Sonra mən temperaturu qaldırdım 50 dərəcə Selsiyə. Nə baş verdi? Kofedən 200 qram suda mən artıq 140 qram kofe həll eləmək deməli mümkündür, həll eləmək olar. Belə çıxır ki, mən 80-dən 140-a qaldırıram kofenin miqdarını, yəni 140 çıxılsın 80 bərabərdir 60 qram əlavə kofe həll eləyə biləcəm. Düzgün cavabımız olacaq 60. Sual 53. Bizə 53-cü sualda nə verilmiş? Deyir ki, 120 qram X maddəsi, yəni M həll olan bərabərdir 120 qram. 30 dərəcə Selsiyə həll olma əmsalı 1500, yəni KH bərabərdir 1500
Sonra deyir ki, məhlulun sıxlığı 1.6 olarsa, bu məhlulun həcmini tapın. Dostlar, biz nə edəcəyik? KH bərabərdir. Həll olan bölünsün həll edicinin həcmi vurulsun 1000. Düsturumuz buydu. KH-ın yerinə qoyuram 1500. 1500 bərabərdir. M 120-dir. Həll edicinin həcmi bilmirəm neçədir. Vurulsun 1000-ə. Mən buradan həll edicinin həcmini tapıram. Həll edicinin həcmi eləyir 80. Deməli, belə çıxır ki, 80 qram, burada bir də bu tipli məsələlərdə bizə kəşki həll edicinin su olduğu deyilsəydi. Çünki suyun mililitri qrama bərabərdir. Deməli, 80 qram su varımdır və bir də 120 qramda nə varımdır? Duz varımdır. O da belə çıxır ki, məhlulumun ümumi kütləsi nə qədər olubdur? 200 qram məhlul olubdur. Məhlulumun sıxlığını da verib. Rho da bərabərdir. Rho məhlul da bərabər olacaq 1.6-ya. İndi məndən nə istəyir? V məhlulu istəyir. Məhlulun həcmi. Bərabərdir sual şərsidir. Değerli dostlar, baxın, buradakı V ilə, bu V ilə məhlulun həcmini qarışdırmayaq. Bu gördüyünüz V, KH-dakı V. Bu həll edicinin həcmidir, məhlulun həcmi deyil. Düsturum var idi. Rho bərabərdir M bölünsün V düsturundan. V də bərabərdir M bölünsün Rho. Yəni, mən nə edəcəm? Məhlulun kütləsini, yəni 200-ü şiddətli şəkildə böləcəm məhlulun sıxlığını, yəni 1.6. Bu da eləyəcək 125. Sual 54. Değerli dostlar, bu tipli məsələləri müxtəlif cür həll eləmək olar. Mən bir həll qaydası deyim sizə. Deməli, KH bərabərdir 250. Bu nə anlama gəlir? Belə çıxır ki, burada, bax, birinci qabdan söhbət edirəm. Birinci qabda, yəni 1000 qram suda 250 qram duz həll eləyiblər. Onda məhlulumuzun kütləsi nə qədər oldu? Məhlulumuzun kütləsi oldu 1250. Bizə deyir ki, eyni maddənin bərabər kütləli məhlulları. Ona gəlin, bu birisi qabında kütləsini 1250 qram götürək. Və bu 10%lidir. Yəni, bu 1250 qramın 10%i duzdur. 1250 qramında 10%i nə eləyəcək dostlar? Eləyəcək 125 qram. Yəni, 125 qram burada da duz var. İndi mənə nə deyir? Deyir ki, birinci, ikinci qabları qarışdırdıqda alınan məhlulun qatılığını hesablayın. Məhlulumuzun kütləsi nə qədər oldu? Hər biri 1250 idi. Onda məhlulumuzun kütləsi bərabər eləyəcək. 1250-1250 toplayıram eləyir 2500 qram. Həll olan maddəmizin kütləsi nə qədərdir? Həll olan kütləsi də birincidə 250 qram duz, ikincidə də 125 qram duz. Bunlar da toplayınca nə edəcək? 325 qram, daha sonra 375 qram. 375 qram eləyəcək həll olan maddə. İndi mənə deyir ki, alınan məhlulun qatılığını hesablayın. Omega bərabər olacaq. Həll olan maddə, yəni 375 bölünsün məhlul, yəni 2500. Bunu da vururam 100-ə. Bu da bərabər eləyəcək dostlar 15. Yəni bu 15%li məhlul imiş. Sual 55. 100 qram 10%li duz məhlulunu doymuş hala gətirmək üçün məhluldakı suyun 50 qramı buxarlandırılmışdır. Duzun həmin temperaturda həll olma əmsalını hesablayın. Dostlar, mənim əlimdə nə var? 100 qram, deməli 10%li məhlul var. 100 qramın 10%i əgər duzdursa, yerdə qalan hissəsi, yəni 90%, dolayısıyla 90 qramı da nə imiş? Su imiş. Mənə deyir ki, məhluldakı, deməli burada 10 qram duz var da, 10 qram duz var, 90 qram su var. Mən nə etməliyəm? Məhluldakı suyun 50 qram buxarlandırılır. Minus 50 qram su. Bu nə edəcək? Eləyəcək 40 qram su. İndi yekunda KH bərabərdir. Həll olan maddə 10 qram olaraq qalıbdır. Amma həll edicim azalıbdır. Olubdur 40 qram. Vururam bunu da 1000-ə. Bu da bərabər olacaq dostlar. Deməli 10 bölünsün 40 vursun 1000. Eləyəcək 250. Sual 56. Həll olma əmsalı 400 qram ölçülü litr olan duzun doymuş məhlulunun 280 qramda neçə qram duz var? Dostlar, həll olma əmsalı 400 nə deməkdir? Bu deməkdir ki, hər 1000 qram suda həll olubdur 400 qram duz. Onda belə çıxır ki, məhlulun kütləsi olubdur 1400 qram. Bu bizim məhlulumuzun kütləsidir.
Yəni məhlulun hər 1400 qramında 400 qram həll olan maddə var. Bəs mənə deyir bu 280 qramında nə qədər maddə var? X qədər. Bilmirəm nə qədərdir. X də buradan bərabər olacaq. Biz nə edəcəyik? Deməli ixtisarcılığı burada X olacaq 80. Sual 57. Həll olma əmsalı 500 olan duzun doymuş məhlulun 300 qramında neçə qram duz var? Həll olma əmsalı 500 o deməkdir ki, yəni hər 1000 qram suda 500 qram həll olan maddə var. Yaxşı, indi bu məhlulun, yəni ümumilikdə məhlul nə qədər eləyib? 1500 qram məhlul eləyib. Yəni hər 1500 qramlıq bir məhlulda həll olan maddə 500 qramdır. Bəs 300 qramlıq bir məhlulda həll olan maddə nə qədərdir? X qədərdir. X də buradan bərabər olacaq. Deməli bu 5 dəfə azaldır. 500-də 5 dəfə azaldır. Eləcək 100. Sual 58. Bizə deyir ki, 200 qram 20% duz məhlulu üzərinə həmin duzdan 120 qram əlavə etdikdə doymuş məhlul əmələ gəlir. Bu duzun həll olma əmsalını hesablayın. İlkin məhlulumuz necədir? 200 qramdır və bu 20%dir. Yəni bunun 20% duzdur. Yerdə qalan 80% də nəymiş? 80% də sudur. 200-ün 20 qramı 20% də eləyir 40 qram. Yəni qısası burada 40 qram nə varmış? Duz varmış. Yerdə qalan hissəsi, yəni 160 qramda nə varmış? Su varmış. Bizə deyir ki, bura daha 120 qram duz əlavə eləyik. Tamam, daha 120 qramda bura duz əlavə elədik. Onda duzumuzun kütləsi oldu 160 qram duz. Suyumuz elə olduğu şəklində 160 qaldı. Həll olma əmsalını tapın. KH bərabərdir. Həll olma əmsalını tapmaq üçün həll olan maddənin kütləsi, yəni 160-ı bölürəm həll ediciyə, yəni 160-a və vururam bunu 1000-ə. Bu da bərabər eləyəcək 1000. Sual 59. Bizə deyir ki, 200 qram 20% duz məhlulu üzərinə həmin duzdan 40 qram əlavə etdikdə doymuş məhlulu alınmışdır. Bu duzun həll olma əmsalını müəyyən eləyin. Dəyərli dostlar, deməli nə edəcəyik biz? 200 qram məhlulumuz var. Bunun 20%, yəni 40 qram burada duz var. 40 qram. Yerdə qalan hissəsi, yəni 80%-də, yəni dolayısıyla 160 qramı da nəymiş? Suymuş. Bizə deyir ki, 40 qram bu duzdan əlavə eləyək. Tamam, 40 qram da bu duzdan əlavə eləsək, nə baş verəcək? Onda həll olan maddəmiz oldu 80 qram. 80 qramlıq bir duz varımızdır. Həll olma əmsalını tapın. KH bərabərdir. Həll olan maddənin kütləsi, yəni 80 qram, bölürəm bunu həll edəcək, yəni 160-a və bunu şiddətli bir şəkildə də vururam 1000-ə. Bu da eləyəcək dostlar 500. Sual 60. Dəyərli dostlar, 60-da bizə nə deyir? Deyir ki, 30 dərəcə Selsiusda 200 ml suda 5 qram X maddəsi həll edilmişdir. Həll olma əmsalının temperaturuna asılı qrafikinə əsasən, bu temperaturda məhlulu doymuş hala gətirmək üçün neçə qram X maddəsi əlavə həll edilməlidir? Fikir verin həll olma əmsalına. Baxın, 30 dərəcədə həll olma əmsalı eləyir 200. Bu nə anlama gəlir? Yəni, bu o deməkdir ki, hər 1000 qramlıq suda biz 200 qram maddə həll edə biləcəyik. Amma mənim hal-hazırda əlimdə cəmisi 200 qram su var. Onda nə qədər maddə həll edə bilərəm? X. X də buradan bərabər olacaq dostlar, eləyəcək 40. Yəni mən 40 qram maddə həll edə bilərəm. Amma cəmi 5 qram əlavə eləmişəm, həll eləmişəm. Deməli mən daha 35 qramda həll eləməliyəm ki, olsun 40 qram. Düzün cavabımız olacaq 35 qram. Sual 61. 61-ci sualda bizə deyir ki, 30 dərəcə Selsiusda 300 ml suda 50 qram X maddəsi həll edilmişdir. Həll olma əmsalının temperaturuna asılı qrafikinə əsasən, bu temperaturda məhlulu doymuş hala gətirmək üçün neçə qram X maddəsi əlavə həll edilməlidir? 30 dərəcə Selsiusdan yuxarıya qalxanda görürük ki, həll olma əmsalı 200-dür. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, hər 1000 qram suda həll olur. Nə qədər maddə? 200 qram maddə həll olur. Deyək ki, duz həll olur.
Hal-hazırda mənim cəmi 300 qramlıq bir su varımdır. 300 qramlıq suda da nə qədər maddə həll olmalıdır? Allah bilir. Buna bir x deyək. Allahın izni ilə mən də bilirəm ki, x bərabər olacaq 60. Hə, bəs mən nə qədər həll eləmişəm? 50 həll eləmişəm. Nə qədər həll eləyə bilərəm? 60 qram. Onda belə çıxır ki, mən daha 10 qram həll eləyə bilərəm.